Salam, bugün də sizinlə birlikdə bir yeni vloqa başlayıram. Dostlarım, ən son vloquma çox az baxış gəldi. Bunun da səbəbi o idi ki, mən yeni il günü yükləmişəm. Çox böyük səhv elədim. Çünki yeni ildə hər kəs məşğuldur. Deyəsən, dekabrın 31-i yükləmişdim, səhv etmirəmsə. Hər kəs məşğuldur, mən də götürüb videonu yükləmişəm. Və çox az baxış gəlib. Ona görə indi boş vaxtınızda kimə maraqlıdırsa, təbii ki, mən sizi məcbur eləmək istəmirəm. Kimə maraqlıdırsa, bu vloqdan əvvəlki vloqa da göz gəzdirsəz əla olar. 5 dəqiqəsini, 10 dəqiqəsini, yəni sizə uyğun vaxtda izləsəniz çox sevinərəm. Çünki baxış az gördükcə biraz narahat oluram, pis oluram. Nəysə, yenə ağlamayım. İndi isə bu vloqumuza keçək. Bu vloqda isə sizi Costco marketi ilə tanış eləyirəm. Costco marketi Amerikada ən böyük marketlərdən biridir, dostlar. Sam's Club kimidir. Sam's Club'da da bu şəkildə çox böyükdür mağaza və daha doğrusu supermarket və hər şey var içində. Və bəzi mallar topdan satış kimi satılır. Yəni belə deyim də, bir qutunun içində bir neçə dənəsi olur. Dənə-dənə ilə də satılır, qutu şəklində də satılır. Qiymətlər barədə soruşsanız, dostlar, qiymətlər, yəni münasib olan qiymətlər də var idi, bahalı qiymətlər də var idi. Yoldaşımla müqayisə eləyirdik, görürdük ki, yəni bəzi qiymətlər belə hesablayanda Aldi'də və yaxud da ki, Walmart'da daha ucuzdur. Amma bəzi şeylərdə bəli, uyğunluq var idi. Biz də baxdıq, gəzdik, xoşumuza gələn şeyləri aldıq, atdıq səbətimizə və ən çox da sevindiyim şeylərdən biri o idi ki, orada mən xurmaları tapdım və xurmaları görən kimi getdim qışqıraraq xurma deyə. Qışqırmaq demişkən dostlarım, bəzi yerlərdə səsim o qədər gür çıxırdı ki, mikrofondan çox belə ucadan çıxırdı. Ona görə silməli oldum bəzi yerləri. Bəzi yerləri səssiz aldım. Demək olar ki, 3-cü mikrofonu sifariş vermişəm və daha doğrusu 4-cüsünü sifariş vermişəm. Çünki birisini də iade eləmişdim, geri qaytarmışdım. Və nəhayət ki, DJI mikrofonunu sifariş vermişəm, onu gözləyirəm. İnşallah ondan daha gözəl çıxar. Özünüz də fikir verəndə baxacaqsınız ki, həqiqətən də səsim, yəni o səs deyildi, tam təmiz çıxmır. Bəzi yerlərdə səsim çox gür çıxır. Nəysə o hissələri, bəzi hissələri kəsmişəm. Yəni çox gür çıxan yerlərdə də əgər sizi narahat eləyirəmsə, indidən üzr istəyirəm. Gördüğünüz kimi adam yemək bişirir. Bir qoxu gəlir, bir qəşəng qoxu gəlir. Baxırıq, görürük ki, adam burada yemək bişirir. Baxın, görün. Yəni tavanı reklam eləmək üçün adam şov eləyir və məncə də gözəl bir üsuldur, metoddur. Yəni Azərbaycanda da belə metodlar tətbiq edilir. Bəlkə də edilir, bilmirəm, amma belə nümunə götürmək olar. Bu şəkildə dostlar, indi isə özümü səssizə alım, arxasını da bu şəkildə izləyin. $20, 25'ti. Ha, ne qəşəngdir. Qiymət 19.99-a düşür. Materialı yaxşıdır hocam. 36, 32, 30, ha qəşəng. 36, 32 və 34, 32. Pancası var iki şey. Hemen. Tamam. Süper. Bunlar almaq istəyirsən? İstəyirəm. Yoxsa Amma bunları yox. Bunlar qiymətlər- xoşum gəlmir. Qiymətlərinə bax. 10.99, 14.99 belə. Hardan götürdün bunu? Ben biraz solid bir şey istəyirəm. Bunlar daha solid nedir məncə. Amma üstünə xət istəmirəm da. Xətsiz Solid mi? hər şeydən. Orxideyalar 14.99'dadır. Keçin parası, qəşəng. 100% pambıq. 100% pambıq 14.99'a deyil.
Bu 49'adır. Lap yekədir. 169'a. Bu ne kadardır? Bunun qiyməti. Baxın görün. Bunun qiymətini vermədilər. Qəşəng. Ha, yuxarıdaymış qiymətləri bunun. Şeyler, blender. Üç tanesi 40 dolar. Evet, 230 dolar. Hepsi birlikte. Bu ders 129 dolar. Ders 165 dolar birlikte. Böyle. Nene? Acaba oturma olar mı? Açıyor. Bahadır ki 1000 dolara bahadır. Ha, bu açmaq olur. Açmaq olur yəqin ki bunu. $149 bunu satılır. Belə köynəklər var, qəşəng 13.99'a. Bu qəşəngdir. Neçədir ki bu? Qara rəngi var mı? Qara istəmirəm. 14.99 yazıblar, 10.99 Amma yazıblar, bilməm daha hansıdır. Olmadı bu. Banana Republic Deyil, bu banana. 10.99 dayıcım. Elə? Ha, bu Puma etmiş 14 olan. Ha. Bunu Soldakı 14'dədir ya 11'ə salıblar. indi qarasını yox, onu mu götürürsən? Ha, qarasını almısan da bu yaxınlarda. Ha, o qəşəng. O qalını idi. O qəşəngdir. Başqa növü var bunun. İndi dostlar, mətbəx dəsmalını seçin. Bunlardan alınsıyam mən birisini götürün görək. Çünki mənə lazım olur. 8 dənə var içində. Superdir, böyükdür. Razmerləri də. O belə. Hansından alın acaba? Seçim eləmək çətindir. İşte bunu götürürüm. Daha açıq renkləri götürdüm. Götürmedin sen bunu? Neyse üstüne giyinip bakardım. Üstünde yazılara dikkat elə. Her yazı zaten onun üstüne yoktu. Burada çünkü yazılara dikkat eləmək lazımdır. Bilmeden bir şey alarıq. Doğru. Bir qəngi ifadə ilə təmsil edən bir şey olar. Çünkü bu yaxınlarda eşitdim ki Azərbaycanlı bir ailenin oğlu bilmeden bir kepka alıp kepkanın da üstünde sənəmə yani papağanın üstünde nəsə bir şey yazı var imiş. Onu da bilməyib aldılar. Sonra uşaqlar onu incidiblər. En yaxşısı belə sadə bir şeyler almaqdır. Baxın dostlar, Türkçe enginardı. Baxın, dadlı olur bunun belə tutması. Perihan abagildə yemişdim. Çok tatlı, hoşuma gelmişti.
Ne kadar da 17'de 10.79. Bu kadar Himalay doz böyle büyük paketliydi 49 saat. Bu yaxşıdır mesela indi sarı kök. Bakın sarı kök lazım olur aslında çok. Yaxşısı da bu. Görürsən bu. Ben paxlava bişirmək istəyirəm nə vaxtda. Yaxşı, olar mı da risk edib alım mı? 12.99'a da 3 poundu. Aycan. Ben ballara bakın. Balların qiyməti 5 yıldızı 12.99'adır. Bu 19.59'adır. Cənəsi yaxşıdır ki. Çok yaxşıdır. Ama ballar xoşuma gəlmir sözün açıq. Buradakı ballar. Maple. Aa. Maples. Əzmə bu qədəri 14.79'a. Tam əmin olmadım ya almadı. İyi yapmışsın. Burada Şeyler ben şey, var ya canım. burada ben aldığım pişikler için aldığım yemek yoktu. Müqayisə eləmək istəyirdim Aa. ki, yoktu yani. Organikdir bu. Organik yukarıda 5.39 görünür. Ben baxım görüm bu nə qədər, bu nə? Enzymes. Enzymes varsa ben emin değilim. UDC'si var. Enzyme. Emin olmadığım şey almaq istemiyorum. Peki baxım. 19.99. görüm. Baxın belə çörəkdir. 4.89 var. Organik 8.99'a 2 dənə. Hə, bu ucuz gələ bilər məsələn. Çörəklər. Çörəklər var burada. Baxın sizə göstərim dostlar. 5.39'adır. Bunlar tosta daha yaxşıdır. Tost eləmək üçün baxın. 5.39'adır bunlar. Qara çörəyidir 8.39'a. Baxın. Organikdir qəşəng. Fərqli aksentləri var. Ha, ben şokoladlar aktarım. Hər kəsin fərqli aksenti var. Çox maraqlı. Amerikanlı az değil. Amerikalı azı deyəndə bu yerli cəmaatı belədir. Onlar da Amerikalıdır da hamısı. Xurma! Benimki buradaymış ki. Ben indi baxın, xurmalara hiçbir şekilde qiymət ayrımı eləməyəcəm, alacağım. Baha da ucuzu söhbət eləməyəcəm, alasıyam. Ayda, ne qəşəng oldu. Are you looking for persimmons? Yeah. No? Okay. Oh, dude, I'm sorry. Okay, what's the difference between them? Those are the ones I pulled that need. They're just bad. Different. Ayda, ne yaxşı.
Ah, okay, you are checking they are good or not, yeah? Ah, I got it. Can I get from here? Okay, because they are some good. Bu yaxşıdır bax, suludur. Bunlar geçin suludur. Birini bundan alaq, birini bundan alaq. Çox uzatmayaq. Thank you. Bu darkdır da can. Ha? Darkdır bu. Onu gətir birini baxım. Yusu var mı? Less sugar özde. Ne kadar şey yaşlı rengi var bunun. Bilmem vanil. Bu bak bunun için vanilya ekstrakt var. O da vanil var. Yaxşı. Dostlarımız getirmişler geçen sefer. Çok hoşumuza geldi. Çok nereleri var. Şimdi kendi teze çıkandı. O kadar şeyler var ki. Hamısı gel gel değil. Al beni al. Bakın buna. Yine burada Dubai şokolat. Burada var Ne? bak. Acaba. Baxdım. Bu Bu ne? bizim aldığımız şey değil. Okşuyor. Salted caramels. Ha, düz doğrudur. 13.79. Bakın karamellerin üstünde tuz var. Tuzlu olur. Dark chocolate. Neçeydi bu? 13. Bizim aldığımızın 3 katı yoksa 2 katı olan. 2 qatı olar. Biz ne kadar alırız? Biz neçə alırıq bunu? 3 ne kadar Biz alırıq 3-4 dollara məncə. 4. Bu keyfiyyət məsələsi var bəlkə də. Qoxu gələr mi onun? Biraz var. Ben kalsın Ece. Ne aldık? Bundan aldık. Dark chocolate. Şokolada tuz əlavə eləmək Amerikada var. Azərbaycanda görmüşdün elə bir şey. Popcorn var. Belə şeyləri yaxşı çıxmadı bəziləri. Çox dadları fərqli. Ona görə qoz almadım. Paketin içindəki bilmirsən nə tərdir. Bunlar yenə yaxşı çıxır belə. Nə qədər? 6.99 nə qədər bu? Nə qədər? Vay. Bunu da yedin sən bayağı. O fərqlisiydi mən. Bu Yox, qarışıqdır. Bu nəsə. Belə nə bileyim, ekrakda olan şeylər diqqət eləmək lazımdır. Bu yumru şeylər nədir? Aa, Diyetlik. nədir bu? Çabalat, çabalat. 6 dənə paketi var içində. Aa, fındıq. Aa, fındıq. Vay, 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 vay. Nə yaxşı. Ayda, fındıq. Ucuzdur. Evet, bu. 6.97. Bundan 2 paket alaq. Türkiye'dir. Bilməm. Türkiye'dir ha. Həqiqi. Əli olardı. 2 dənə alaq, bir dənə. 2 dənə alaq. Qoyaq da, lazım olan istifadə edərik də. Acım, paxlava üçün onda qoz alınma. Hardadır ki? Qoz da tərəfdir, amma Evet, bilmirəm, yenə dadı. Gərək şey nəşvə gedəndə dirisini alaq. Hayır, ora ən qəşəngidir. Diri qoz. Grass fed beef sticks. Bu nə üçündür? Adam üçündür bu. Adam üçün olar yəqin. Yoxsa it üçündür, it üçündür. İnsan üçün olar da can. Ödəmən. Bunlar Elə, nasıldır böyle? elə qarib şeylər var. Ha, bunlar nasıldır Allah aşkına? Bu da natdı. Hazelnut Aa, mı? buna bax, nə qəribədir. Buna baxın, nə şey. Neyse, bu adam köçərdi. Öndəkilərin şeyi azdır. Burası az. Baxın dostlar, növbəyə baxın, nə qədər növbə var kassada.
Costco-da biz ilk dəfə olurduq. Ona görə də kassanın yanındakı sistemdən heç xəbərimiz yox idi. Başladıq məhsulları vurmağa. Error verdi. Deyir, məhsullarda problem var. Nəsə sonra asistanı çağırdıq. Asistan başladı məhsulları saymağa. Səndəmə detektor məhsulları sayırmış. Orada məhsulun yəni az olduğunu görüb nəsə error verilmiş. Sonra yadıma düşdü ki, mən dəsmal almışdım axı, mətbəx dəsmalı. Onu götürmüşdüm ki, güya çiklənməsin. Səndəmə o detektor təyin edib ki, burada məhsul əksikliyi var. Sonra verdim, bu təzədən qaytardım geri. Yəni orada təzədən kassanın yerinə qoydum, yanına qoydum və ondan sonra bir neçə cəhddən sonra nəhayət ki alındı. Yəni burada da onu öyrənmiş oldum ki, Costco-da məhsulları kassadan keçirəndə toxunmamaq lazımdır. Yəni mənim kimi ilk dəfə Costco-ya gedənlərə xəbərdarlıq edeyim, məlumat verim, xəbərdarlıq deməyim də, məlumat verim ki, belə bir hal yaşaya bilərsiniz siz də, diqqətli olun. Belə dostlar, artıq burada sizinlə sağollaşmaq istəyirəm. Bir daha dostlarımıza təşəkkür edirik ki, ilk təcrübə idi, Memphisdəki Costco-ya gəldik və sizə də təşəkkür edirəm ki, bura kimi bizi izlədiniz. Özünüzə yaxşı baxın, Allaha əmanət olun, hələlik.